Azərbaycanda milli fəallarımızın məhkəmələrə çağırılması davam edir. Dünən Səid Məhəmmədi adlı daha bir milli fəal məhkəməyə çağırıldı. Əhərin İnqilab Məhkəməsi tərəfindən bu milli fəala göndərilən məhkəmə çağırış bəlgəsində onun 12 aprel tarixində məhkəmədə olması istənilib. Məhkəməyə çağırılan digər milli fəallar kimi Səid Məhəmmədi də əmniyyətə qarşı çıxmaq, qanunsuz qruplaşmalar qurmaqda ittiham edilir. Xatırladaq ki, son 2 həftədə Molla rejimi Güney Azərbaycanın Əhər, Ərdəbil və Xiyov şəhərlərindən onlarla milli fəala məhkəməyə çağırış bəlgəsi göndərib. Güney Azərbaycanın sərvətlərini talayan Molla rejimi bölgənin sosial-iqtisadi durumunu acınacaqlı vəziyyətdə saxlamaqdadır. İşsizliyin, səfalətin baş alıb getdiyi bölgədə mövcud olan azsaylı fabrik və zavodlarda da çalışan soydaşlarımız aylardır əmək haqlarını ala bilmirlər. Oğuz TV müxbirlərinin göndərdiyi bilgiyə görə Təbrizin Volbring, Ərdəbilin Dəmirəritmə və Tikantəpənin Qızıl fabrikinin işçiləri etiraz eyləmləri keçirir. İşçilər aylardır əmək haqlarını və bayram primlərini ala bilmədiklərindən işi buraxaraq etiraza başlayıblar. Etirazlar Ərdəbil və Tikantəpədə Fərmandarı binasının qarşısında, Təbrizdə isə Valilik binasının önündə keçirilir.